mağazinlərlə bağlı danışmaq istəyirdim. Mağazinlər malların reklam eləməkləri biraz həm gülünc görsənir, həm də ki cəmaatı aldatmış olurlar. Orada Hansı kabeli, mağaza, hansı məhsulun təqdim etməsi? Ta ki bir naqili reklam eləyir ki bu yanmazdır. Götürür oradan alışqanı vurur, bu yanmazdır. Hansı bir naqilə alışqanı vursan yanmayacaq bir müddət. Bu laboratoriyadan keçib yoxlanılıb sertifikat verilməlidir bu mala. Sonra orada götürür, deyək ki, çox jilalı, deyək çox simli kabeldir, naqildir. O naqildə götürür bir sayır. 46 dənə oldusa neçəlikdir bu? Nə bilim 30 dənə oldusa bu neçəlik kabeldir? 4-lüydür ya 2,5-lıq kabeldir. Bunlar ümumiyyətlə bu cür hesablanmamalıdır. Vətəndaşların diqqətinə çatdırıram ki, onun üçün ştanger sirkul var. Onunla ölçülür, standart kabeli çıxartmaq istəyirsinizsə, ştanger sirkulla ölçülür, dəqiq deyilir. Ona görə də usta ilə gedin, yanınızda bildiyiniz, tanıdığınız usta ilə gedin material almağa, alın, işinizi görün. Amma bəzən elə o ustalar da problem yaradır da. Təbii ki, dırnaq arası Tanıdığınız ustalardan deyirəm də gedir. mən də. Yəni buna bir çarə də yoxdur ki, onun çarəsini tapasan deyəsən ki, misal burada çarə var.